Azərbaycanda ən sevimli idman növü hansıdır? Bir çoxlarınızdan soruşsaq, deyəcəklər ki, əlbəttə ki, futboldur. Axı biz öyrəşmişik xarici futbol klublarına, xarici futbol ulduzlarına azarkeşlik etmək, amma öz futbolçularımızla hər uduzanda yaxşı mənada biraz söymək, biraz tələb eləmək ki, oynaya bilmirsiniz də, bu qədər pul alırsınız. Bəs başqa idman növləri, güləş, judo, karate hansı səviyyədədir? Ümumiyyətlə demək olarmı ki, Azərbaycanın bir nömrəli idman növü hansıdır? Bu hər hansı bir yarışdan asılıdır. Bir həftə bundan qabaq əlbəttə nə idi? Bir nömrəli idman növü güləş idi. Çünki dünya çempionatı gedirdi, hamı Zaqrebə baxırdı. Birazdan sonra judo olacaq, bəlkə də taekvondo olacaq. Bugün basketbol çempionatı başlayır, azarkeşlərin bir çoxu ona yönələcək, sonra MDB oyunları. Amma hər halda demək olmur ki, Azərbaycanın bir nömrəli idman növü hansıdır? Bəs siz necə düşünürsünüz?